Novruzu başa düşmək lazımdır. O xörəklər, niyə məhz bu xörəklər? Biz çox vaxt plovlara süfrəmizin gəlinə deyirik. Plovun altındakı qazmağın da bir anlamı var. Yer çərşənbəsində torpaqla bağlı olan torpaqdan çıxdan, tutaq ki, şüit plov verilir, paxlava. Kosmik analığın simvoludur. Qoğal da qat-qat qadın bətnini göstərməklə bu qız bədənidir və ortada da köbəkdir. Hər kəsin ağız dadı nənəsinin və anasının əlindən tutulur. Ət olmaz. Öldürüm olmalı. Kabab olmaz yəni. Yox. Novruzun şeyi deyil. Canlı ilə cansızın arasında bir keçid olmalıdır və bu keçiddə yumurtadır. Bunların hamısı o yaşayış tərzinin əksidir. Tahir müəllim, istəyərdim əvvəlcə Novruz bayramında ən çox hazırlanan yeməklərimiz barədə danışasınız. Əvvəllər necə idi, indi necədir? Ümumiyyətlə Novruz bayramı deyəndə Tahir müəllimin təsəvvüründə yaranan əsas yeməklər hansılardır? Bayram süfrəsi Novruzda ümumiyyətlə Novruzu başa düşmək lazımdır. O xörəklər, niyə məhz bu xörəklər? Niyə məhz bu xörəklər? Qoyulur və bölgələrdə fərq nədir? Niyə bu qoyulur? Hər bir xörəyin, hər bir yeməyin, hər bir şirniyyatın Novruz bayramında öz xüsusi mənası var. Süfrəyə mənasız heç nə qoyulmur. Və Novruz bayramına da baxış, əvvəlcə bayramın özünü başa düşmək lazımdır. Bu nədir, nə bayramdır? Niyə bu yaranır? Niyə bu olur? Bu dinlə bağlı deyil. Səma cisimlərinin astronomik gedişatıyla bağlı və o astronomik, indi bəzən astrologiya deyirlər, mən daha doğrusu astronomiyanın yerdə olan əksidir. Bir də bizim həyat tərzimizlə bağlıdır. Plovlar həmişə olublar. Məsələ ondadır ki, qabaqca plovların bir çoxu düyüdən hazırlanmır. Düyü gəlinə kimi bizdə fırıq var idi, ütmə var idi, indi türklərin istifadə elədiyi bulğur var idi və müxtəlif dənlərdən pişirdi. Texnologiya var idi. Ondan qabaqki texnologiya, bizdə aşüzənlər gedib neolit dövrünə ondan qabağa çıxırdı aşüzənlər. Ondan qabaqda həmin texnologiya xəngəldə idi. Xəngəldə görürsünüz, ayrıca xəmir pişirilir, qarası ayrıca, sonra üstünə əlavə olunur, qoyulur. Eyni texnologiyadır. Xəngəlin davamıdır plovlar və yaz vaxtı hava biraz sərin idi, artıq istinir, xəmir xörəklər verilmirdi. Dənli bitkilərdən bişirilən xörəklər ortaya qoyulurdu və şirniyyatlar. Sonraki, indi bizdə ot çərşənbəsində daha çox paxlalı bitkilərdən verəcəklər. Amma biz su çərşənbəsində həm də qalaç bişirilirdi. Qalaç balaca acqal çörəklərdir və onu daha çox da özü duz deyirdilər. Duzu o qədər vururdular ki, su çərşənbəsində və sonra saat 12-dən sonra yatanda təkcə qızlar yoxlana, kim yuxuda su versə verirsiniz də, kim verəcəksə onun nişanlısı olacaq, nə bilim, taleyi odur. Bu talabaxmalar var idi yeməklə. O da su verən olmurdu, dilxor olurdu. Yox elədir ki, içmək istəyir, kimsə yatırıb verməli idi. Bu çox maraqlı bir şeydir, amma su çərşənbəsində məhz qalaç, duzlu şeylər və ya turşulu şeylər. Ot çərşənbəsində paxlalı bitkilərdən olanlar verilirdi. Yer çərşənbəsində torpaqla bağlı olan torpaqdan çıxdan, tutaq ki, şüit plov verilir, nə bilim, buna oxşar bitkilərlə hazırlanan plovlar qoyulurdu. Amma şirniyyatlar bütün sürədə var. Axır uxur çərşənbədə, bir də Novruzda o üstə düşsə, xoşbəxtlikdir. Həmin gün həm axır uxur çərşənbə, həm Novruz bayramı. O illər ən xoşbəxt illərdir. Amma ayrı-ayrı da olanda süfrəyə yalnız südlü plov, şirin plov və meyvəli plov, yəni şirin şeylərdən bağlı plovlar və yenə də şirniyyatlar verilir. Yalnız
bizim cənub rayonlarımızda həmin onların əsas yeməyi balıq idi. Çünki o qədər də məsələn tozda, qazaqda balıq məzə kimi istifadə olunurdu. O qədər də yemək heç hesab olunmurdu. Amma orada o əsas yemək idi. Ona görə bir quru kütün balığı ya ziyat da deyirlər, mütləq süfrədə olmalı idi. Duzlu su yaxud da hissə verilmişi. O doğrudan da südlü plovla da çox gözəl tutur və orada o verilirdi. Amma verilən hər bir şeyin öz mənası var idi. Məsələn, yumurtanı niyə döyüşdürürdülər? Bizim dini təsəvvürlərimizə görə dünyada olan bütün təsəvvürlərə görə Allah Taala əvvəlcə işığı yaratdı. İşıqda bərk materiya yarandı. Sonra ondan sürətini alanda torpaq və fiziki maddə yarandı və bundan sonra canlıyı yaratdı, heyvanları, insanları. İndi materialistlər də deyirlər ki, əvvəl materiya olub, sonra canlılar. Amma canlı ilə cansızın arasında bir keçid olmalıdır və bu keçiddə yumurtadır. Baxırsan cansız da, həm də canlıdır da. Canlıdır, cansızdır. Çox maraqlıdır və yumurta döyüşdürürlər ki, içinə baxsınlar, görək canlıdır, cansızdır, canlıdır, cansızdır və bu çıqqıltı odur. İçərilərində insan çox maraqlıdır, içinə baxırlar ki, görək bu canlıdırmı, yoxsa cansızdırmı? Bu mənada Novruz o toyuq əsməldir, yoxsa yumurta o suala cavab verir ki, əvvəlcə materiya yaranmışdı, sonra keçid yumurta, sonra canlı yaranıb. Ona görə yumurta deməli birinci yumurta yaranıb. Yumurta olmasa, yəni bir keçid forması olmalıdır. İndi o söydükləri Darwin çox Allaha inanırdı və o da deyirdi ki, əgər o keçid forması tapılmayıb indiyə qədər, bu forma olmasa mənim nəzəriyyəm yalnız nəzəriyyədir, bir fikirdir. Təkamül sonradan da əmələ gələ bilərdi. Amma təkamül nəticəsində insan əmələ gəlmir. Amma canlı ilə cansızın arasında da bir forma olmalıdır. Necə yəni cansızdan canlı necə əmələ gəlir? Bu təsəvvürün özü insanlara necə verilir? Baxıblar ki, yumurtadır, cansız amma ondan canlı əmələ gəlir. Deməli, yarana bilər deyə bir düşüncə formalaşıb. Təkcə bizdə deyil, o Paskada Ruslarda da, dünyanın bütün hər yerində, xalqlarında kosmoqonif miflərin əsasında duran yumurtadır. Və bizim də bayramda bu yumurta... Bəs niyə rəngli ediyorlar? İndi bizdə bilirsinizmi, rəng dünyanın ifadə olunmasında çox vacib bir element idi. Atəşpərəstlikdən qabaq kahinlərimiz ağ işığa, çünki nurdan yaranıb hər şey, nura sitayiş edirdilər. Nur kimi də ağ işığı götürdülər. Ağ işıq hətta bizim adlarımızda filanda baxın, işığın bir sıra adları var. Biri aldı, alov sözüdür, biri ağdı, bu dodaq deyirik, damaq, dadanaq, yanaraq, sifətə deyirik də, yanaq, gül ağı deyirik, gül kimi çıxıb bədəndən bütün nöqtəyə etibarə qulaqdır. Baxdıqca görəcəksiniz ki, bu ağlar buxaq, bunların ən soyuq işıq ayın işığıdır. Ona görə ayaq üşüyəndir, ayaqdır və sair bədən üzvlərinin hamısı, başda olanların da hamısı işıqla bağlıdır. Bu adlar gəlib oturub. İşığın parçalanmasından 7 rəng yaranır, göy quşlar. Bizdə indi sarı gəlin, mən onu yazmışam bunların. Sarı gəlin saf arı deməkdir. Arif Ərdəbilli də 14-cü yüzildə Nizamiyə sataşaraq bir fərhatnamə yazıb burada qeyd edir. Zifaf gecəsi qabağı Gülüstan bəzənəndə deyir, sarı dondadır. Deyir, sarı rəng əynində bəkarət demək, Gülüstanda bəkarətə nə şübhə, nə şək. Sarı donlu Selcan xatun eşqinə, qonşuda bir qız var, sarı köynəkdir, yəni bakirədir. Bu mənada işlənir. Ona görə də bakirə qızlar ərə gedəndə birinci gün sarı geyinirlər. Rənglərə gəlirəm, indi baxın. İkinci gün ağ geyinəcəkdir, çünki bu kəfər rəngidir. Bakirə qız öldü bakirə kimi. Üçüncü gün qırmızı rəng geyinibdir. Çıxır, günəş kimi bir qadın doğdu dünyaya. Və günəş həyat verəcəkdir, sonraki gün bu qadın yaşıl geyinirdi. Yumurta da yaşıl, artıq həyat vericilik var
Günəş var, həyat vericilik var. Həyat verən kimdir? Tanrıdır. Tanrı hardadır? Göylərdə. Ona görə sonraki gün göy rəng geyinəcəkdir. Biz də yumurtanı artıq səmavi rəngə boyayırıq. Tanrıçılıq, Tanrının yeri, göylər. Amma yumurtanı bir soğan qabığı ilə Soğan qabığı ilə qırmızı rəngə boyayırıq. 3 rəng. Yaşıllıq, doğma rəngi yerdən bu düşüncədə göstərdim. Hətta bu milli düşüncədə var idi. Toylarda da görsənirdi bu. Yaşıl rəng, doğmaq rəng, günəş. Biz günəş rənginə boyayırıq, həyat vericilik, istilik verir, istilik gəldi, həyat dəyişir. İkinci yumurta yaşıllıqdır. Bu göyərəcək torpağın simvoludur. Bir də samanın, Tanrının istəyi ilə yaranır bu, əmri ilə yaranır bunlar hamısı. Bu orada o kosmogonik millətin görüşləri həm də səmənidə və bu bayramda, bu Novruzda yumurtaların bəzənilməsində özünü göstərir. Burada yalnız qadınlıqla bağlıdır. Biz gələcəyik indi şirniyyatlara falan. Mən o vaxtda yazdım da birinci, biz çox vaxt plovlara süfrəmizin gəlini deyirik. Bu plov süfrənin gəlinidir, yazı ifadə eləyir. Artıq ətdən keçdik, hava isindisə daha çox bitkiləri yeyəcəyik filan və hamısı sırf qadınlıqla bağlıdır. Burada kişinin heç nə eləmək, nə o xörəkləri bişirə bilməz, nə səməni bişirə bilməz kişi, nə səməni qoya bilməz, nə şirniyyat hazırlaya bilməz. Bunların hamısı qadınlıqla bağlıdır. Yaşamla qadınlar da heyvan kəsməzdilər, qabaq olmazdı belə şeylər. Çünki qadın öldürücü deyil, həyat vericidir. Və burada siz baxsanız paxlava kosmik analığın simvoludur. Gözün, baxışın gələcəyə, günəşin simvoludur, həyat vericilik və analıqla bağlıdır, qat-qatda sloyları var və şirin qadın başlanğıcıdır, həyat verici qadın başlanğıcıdır. Ortasına da biz onun bir fındıq, qoz, badam qoyuruq, o girişi çıxışı göstərir. Sonra bizdə şəkər bura veririk də. Kişilər dedik, gəlmişdilər, qış vaxtı evdə idilər. Ona görə yazda kimin arvadı boylu deyildisə ona pis baxardılar. Gəlinlərimizin hamısı, hesablayın, bunlar noyabrda gəliblər, dekabr, yanvar, fevral, mart. 1, 2, 3, 4 aylıq gəlinlərimiz boyludur. Qabaq da qarının üstünə Allah saxlasın deyə bir ifadə yazırdı. İslamdan qabaq rəsm çəkildi, alqış rulonası və yaxud da həyat ağacının şəkli çəkilirdi. Bizim xalçalarda da var, bilirsiniz, həyat ağacının şəkli. Həyat ağacıdır, qırağında 2 dənə ilan da onu qoruyur. Və il boyu qadınlarımız maqqaşla heç nəyi bəzəmirlər. Çünki bu o qədər sakral, müqəddəsdir. Bu qadının qarnını qoruyan elementi yaradan bir şeydir və ilk dəfə ədəbiyyatda buna 15-ci əsrin birinci yarısında rast gəlirik. 16-cı əsrdə adı çəkilir. Orada dəmir daraq kimi bir alət adı çəkilir. Mahmud Şirvanidən kulinariya kitabında. Və o maqqaş il boyu saxlanılır. Halbuki başqa şeylər də bəzəmək olar da. Görürsünüz, bəzəmirlər xanımlarımız. Gözləyirlər ki, gəlsin. Çünki qıraqdan baxanda həmin 3-4 aylıq qadın qarnına bənzəyir və onun üstünə həyat ağacının rəsmini qoyurlar. Alqış jurnalarında hər butaqda və onu qoruyan 2 dənə ilan zəncirvari olaraq şəkər vuranın kənarlarında fırlanır və içəridəki həyatı qoruyurlar. Bu həyat vericilik şeydir. Üçüncü əsas element qoğaldır. Qoğal da qat-qat qadın bətnini göstərməklə bu qız bədənidir və ortada da köbəkdir. Bu həyat verə bilər. Artıq kişilər getməmişdən qalaq, yazda da toylar olurdu. Yaz toyları bir də payızda olurdu toylarda. Qaydandan sonra qış qabağı filan. Onda da hər şey var idi məhsula görə. Bir də var, bunlar evləndirirlər uşaqlarını, gedirdilər dağa filan. Ola bilərdi, oğlan evlənib, o da qoyunlarla getsin, ya qız onunla gedəcək, ya gəlin qalacaq ailədə. Qaydında görəcək ki, artıq uşaqlar var və yaxud da artıq hazırdır xanım. Bu təbiətin sikllərindən bağlı idi də, təbiətin dəyişməsindən bağlıdır və bu təbiətə uyğun olmalıdır. Əti yemirdilər təkcə çünki hava isinibdir, bitkilər var, heyvan
kəsilməməlidir, hayıfdır, yazıqdır, damazlıqdır bu. Bala verməlidir. Bunların hamısı o yaşayış tərzinin əksidir mədəniyyətimizdə. Və ona görə də bu yeməklərin hazırlanmasında bu sakral mənalar verilir. Sakrallıq da bilirsiniz kahinlər, sonradan baş mollalar falan hamısı saraydadılar. Bunlar əyanlar idi və onlar bu düşüncələri formalaşdırırdılar. Kahinlərdən gəldi, saraylardan gəldi və əhalimizə yavaş-yavaş yeridildi və adət-ənənəyə çevrildi. Novruz süfrəsinin ən sakral yeməyi hansıdır? Mən burada sakral Yox, ümumiyyətlə də yəni ki, unsuz olmaz dediyimiz yemək. Plovlar, hər çərşənbənin öz plovları var. Plovlarsız olmaz. Şirniyyatlarsız olmaz süfrə. Yumurtasız olmaz süfrə. Səmənsiz olmaz süfrə. Qalan nə istəyirsiniz eləyin. Amma ət olmaz. Öldürüm olmamalı. Kebab olmaz yəni. Yox. Novruzun şeyi deyil. Bunun vaxtı var. Axı heyvan da artıq qışda ovlanar da. Əti də yazda ovlanan dovşanın, heyvanın ətinin dadı bilirsiniz nə olacaq? İyindən durmaq olmaz onu. Amma qışda, qarda ovlanan heyvanın əti başqadır. O ləzzətlə yeyirlər. Yazda bala verəcək ya boyludur ya bala verəcək heyvan yaza çıxıbdır qışdan tutarıbdır. Nə meşədə ov eləməzdirlər, nə çöldə, nə evdə heyvanı kəsməzdirlər. Bu bizim kəndçiliyimizdən deyək də yaxşı mənada gələn şeylərdir. Ümumiyyətlə bütün anlayışlar, nağıllar, əfsanələr, atalar sözləri, folklor, namus, qeyrət deyilən şeylərin hamısı, düşüncələrimiz hamısı kənddə formalaşır. Şəhərdə başlayır dağıdılmağa, öz formasını dəyişməyə. Bunlar kənddən çıxan. Çünki yemək də oradadır, ərzaq da oradan gəlir, hər şey oradan gəlir. Millətin kökündə duran kəndçidir, döyüşçüdür. Baxırsınız ki, hər Novruzda daha çox muğam var idi. Muğam qadınlıq, orada sızıltı var. Muğam çalınan yerdə ət yeyilməz ki, mümkün deyil. Ət yeyə bilmirsiniz, amma saç çalınanda ətə yeyirirsiniz. Ona görə də Novruzun hər gününün, hər çərşənbəsinin öz Novruznamələri və muğamları var idi. Çünki musiqi ilə çox ciddi bağlılığı var yeməklərin. Həm də şirniyyat, plov, bitkilər daha çox muğam altında daha yaxşı həzm olunur, nəinki ət. Ət saz havalarında o sədalarla daha yaxşı həzmə gedir. Bunlar bir-birindən bağlı faktorlardır. Muğam da daha çox saray yaradıcılıq formasıdır musiqidə. Ona görə də o mürəkkəb xörəklərin çox oradan çıxır. Tahir bəy, plovlardan danışdınız. Maraqlıdır fikriniz. Sual biraz qəribə görünsə də. Plovun altındakı qazmağın da bir anlamı var. Biz niyə plovun altına qazmaq edirik? Olmaya da bilər də o. Biz üstünə çıxartdıq da. Görürsünüz ki, bəzi plovlarda, yufka plovda üstə idi, piroqlarda da tatar börəkdir filan. Bunların üstündə idi. Biz onu qat-qat xəmirdən elədik, qazmaq çıxdı üzə. Üstədə oldu. Qazmaq xörəyin tərkib hissəsidir. Azərbaycan mətbəxində yağ, plovda nə var? Yumurta olmalıdır. Yumurta ya qazmağa getməlidir, amma Qarabağ plovlarında bütün içində olmalıdır. Yumurta qatıqda verilir. Bunlar bir-birindən tuturlar. Məsələn, biz qoyduq, bitkilərdən qoymuşuq ki, orada olan bax ki, E vitamini, provitamin A var. Beta-karotin bitkilərdə. Onun sorulması üçün bədənə mütləq yağ lazımdır. Çünki o yağda həll olan vitamindir. Yağ olmazsa o sorulmayacaq. Yumurtada xolin var. Onun sorulması üçün beynə marqarin, sink lazımdır, düydə var. Bunlar bir-birindən yağ deyirlər ki, bizim plovlar göyə yağlıdır. Yağlı deyil. Sovet dövründə olan resepturalarda standart 150 qram düyüyə 40 qram yağ nəzərdə tutulmuşdu. 150 qram düyü şişir olur 450 qram. Və bu yağ da həm üstünə gəzdirilməlidir, həm də qara bişirilməlidir. Bunun da 40 qramında 20 qramı qoyulmuşdu ki, uğurlasınlar. Aşpazlar uğurlayırdılar onu.
20 qramla o yağlı görsənir. İndi lap 40 qramı da götürəndə hər 100 qram xörəyə 8 qram yağı gəlir. Yəni o qədər yağsızdır ki. Biz isə onu çox yağlı hiss edirik, amma yağ lazımdır orada, amma təmiz yağ. Bizdə bir çox şeylər başa ayaq qoyulubdur. İndi molla deyir, aşı gördü, Quran yağ. Mənası bilirsiniz onun nədir? Yəni başı qarışdı yeməyə də. Yox, cənnətdə nə verilir? Bilmirəm, valla olmaz. Deyirlər də ərəb məsələdir. Ərəbistandan cənnətdə tərə yağlı plov verilir. Əgər bu plov qarşısına qoyulursa, molla özünü cənnətdə hiss edir. Cənnətdə Quran lazım deyil axı. Artıq cənnətdəyəm. Tərə yağlı plov gəldi. Bunların alt mənaları var da. Bu hər şey üzdə göründüyü kimi deyil. Tahir müəllim, dediniz ki, Novruz bayramında ət yeyilmir, çünki heyvan kəsilən vaxt deyil. Mən maraqlıdır, yaxşı, bəs stola niyə ağartı qoyulmur? Süd, qatıq? Heyvanların çoxu boyludur. Ona görə. Yaz, qışın axırı başlayırlar şeyləməyə, yaza yaxın doğurlar, qışda bəziləri qoyunlar qışda doğa bilirlər. Çox heyvanlar özləri möhtacdırlar yeməyə. O səbəb. Şey olmaz axı. Amma istifadə olunur. Niyə? Südlü plovu biz südlə pişiririk də. Novruz bayramında axırıncı birazdan da ağız südü zad gələcək. Başlayırlar ağızdan pişirməyə. Naxçıvanlılar kələkə deyir, biz ağız deyirik. Biz ağız deyirik. Hərəmiz bir bundan müxtəlif şeylər, bulama da deyilir, bulama. Ağız südü birincisi. Amma bulama ağızdan fərqlidir. Ya, ağızdan sonra. Sonra da, əvvəl ağızdır, sonra 3 günü ağızdır. 3 gündən sonra bulamadır. Birazdan keçəcək, südə dönəcəkdir. Bunun hamısının hər şey təbiətlə bağlıdır. Biz özümüz istədiyimiz, məsələn, Tovuzda desəydilər ki, Qazaxda, Borçalıda, nə bilim, Göyçədə plovun yanında balıq verilir. Balığı yemək hesab eləmirdilər orada. İndi balıq orada yemək olur. Sovet dövrü hətta zorla bir gün balıq günü idi, gedib yemirdik. Amma Lənkəran, Astara cəmaatı, Bakı cəmaatı dənizin qırağında bunlar üçün balıq yeməkdir. Biz, məsələn, varlı evləri qırağa qoysaq, əhali üçün Şəkidən şabalıt atla, eşəklə gələcəkdi, baha başa gəlirdi ya şeydən. Onu pitiyə vurardılar varlı ailələr. Amma əlinin altında kraxmalı əvəz eləyən başqa kraxmal vardı. Kartof yetişəndən sonra Gəncədə görürsünüz, şey vururlar. Amma varlı ailələrdə yenə şabalıt vurulurdu. Özbək plovu əslində bitki yağından deyildi. Varlı ailələrdə yalnız kərə yağından olurdu. Biz heç vaxt ayran aşı eləmirdik. Ayran aşı kasıblar üçündür. Yağlı qatıqdan elinirdi, döyüğa. Döyülən ağdır, amma niyə? Ayrana doyuran demədim məndə də Qorqud. Çünki ayran doyuzdurmayacaq, ağ ayranı itə tökərlər. Biz yuxarıdan aşağı baxmışıq buna. Əlac kəsiləndə, olmayanda, o başqa məsələdir. Amma əslində yağa çox yüksək qiymət verilir və saraylarda yalnız varlılar, yalnız yağla istifadə edir. İndi də varlılar yağ yeyirlər, mağazində satılan yağı yox. Sizin özünüzün, necə deyirlər, tanınmış aşpaz kimi ən sevdiyiniz Novruz yeməyi hansıdır ki, mütləq stolunuzun üstündə olmalıdır? Plovlar, şirniyyatlar hamı kimi. Hamı necə Amma ən sevdiyiniz var da onların içində. Bilirsiniz, mən Tovuzda böyümüşəm deyin, ən sevdiyim yeməklər hamının sevdiyi, o nənələrin verdiyi yeməklərdir. Təbii ki, Novruz süfrəsində tutaq ki, yer çərşənbəsində mən artıq cincilim və digər bitkilər olacaqlar və onlardan hazırlanan, ciyitkandan məsələn hazırlanan kətəni böyük məmnuniyyətlə yeyəcəm. İndi biz tərəfdə kətiyə kartof da vururlar. Kartoflu olan kətəni lap ləzzətlə yeyəcəm. Arasına da şordu, motal pendiri, motal şoru, arasına da qəşəng kərə yağı qoyub. Təndir çörəyi ilə özdə. Yox, kətəni nə təndir çörəyi? Kətəni deyirsiniz. Elə bildim, motal pendiri dediniz, mən getdim təndirim var. Sacın yarısı boydadır. Sacdan asılıdır. Və orada oturub bir dənə kətəni, 2 dənə kətəni böyük məmnuniyyətlə yeyirəm. Yanında da camış qatığı olsa,
onun qaymağı olsa belə lap əla ləzzətlə yeyəcəm. Qaymaqlı kətənin də başqa ləzzəti var. Ən çox da Gəncə tərəfdə, Gəncəbasarda hazırlanan bir şeydir bu. Ona görə hər kəsin ağız dadı nənəsinin və anasının əlindən tutulur. İstəyirsiniz o xörəyi harda bişirirlər, bişirsinlər, orada həmişə nənənizin, ananızın verdiyi dadı axtaracaqsınız. Çünki bizim dad idmimiz onunla tutulur, idmimiz onunla tutulur da onu axtaracağıq. Hər kəsə görə, ona görə bu fərdidir. Amma təbii ki, şirniyyatlardan da ən çox xoşladığım qatlamadır. O xırt-xırt eləyir və onu çaydan biraz həm də az yeyilir də. Özü də onu şəkərsiz də xoşlayıram, şəkərlə də. Çox gözəl və ləzzətli bir şeydir mənim üçün. Şəkər vura, baklava, nə bilim, bunlar da dadına baxıram, xoşuma gəlir. Amma ən çox sevdiyim onların içində şirniyyat mənim qatlamadır. Və rayonlara gedəndə çalışıram ki, evdə pişirilən qatlamaları, kətədir, camış qatlıdır filandır, bunları xoşlayıram. Mən kətçi adamam, kətdən çıxmışam mən. Elə hamımız kənddən çıxmışıq. Siz çay süfrəsi dediniz, artıq gözümün qabağına çay süfrəsi gəldi. Maraqlıdır ki, bu otlar, ədvalar ki, istifadə edirik. Novruzda belə bir xüsusi varmı ki, xüsusilə bu ədvalardan istifadə eləmək daha yaxşı olar? Pişirəndə, halvaları pişirəndə, xüsusilə səməni halvasını hər region öz əlinə keçən ədviyalara vurur və bunlar hamısı istifadə olunur. Amma Azərbaycan xörəklərində ədviyyatlar çox, demək olar ki, çox azdır. Zəfəranı qurağa qoysaq bir neçə ədviyyatdır. Çox ədviyyatdan istifadə olunmur. Bu normal daddır. Məsələn, bizim ətrafımızda Türkiyənin Diyarbəkir tərəfi, o tərəf, Ərəbistana yaxın tərəflərində acılı xörəklər çoxdur. Gürcüstanda acılı ədviyyatlardan. Bizdə ona ehtiyac yoxdur. Nəyə bağlıdır? Bilirsiniz, bizim ağız dadımız odur ki, Allah Taala o qədər dadlı şeylər yetişdirib ki burada. Ona nəsə vurub dadını dəyişməyə ehtiyac yoxdur. Bizdə ətə deyirik çiçək kimi ətdir. Çiçəyin dadını aşpaz başlasa dəyişməyə, buna istotla, duzdan başqa şey vursa, gərək aşpazın əli kəsilir. Və yaxud da bizdə olan qabaqçı undan danışaq, su dəyirmanında üyüdülmüş kəpəkli unun çörəyinin ətri dünyanı bürür, onu nəyisə nəyə görə vurulmalıdır ki? Kəndin ayağında pişiriləndə başında onun ətri eşidilir. Hiss olunur. Bu çox gözəl bizə Allah Taala nemətlər verir. İndi gedək, biz çıxaq, tutaq ki, Ərəbistana və ya Hindistandan, Pakistandan gələn ət Avropada o ətə nə qədər ədviyyə vurulmalıdır ki, o yeyilsin, yeyilməlidir. Və yaxud da Avropada mən bir çox şeydə satırlar belə, keşniş filan peşməkin dadı yoxdur. Xiyar, pomidorun dadı yoxdur bunlara, amma bu bədənə lazımdır. Bunlara dad vermək üçün, görürsünüz Azərbaycan mətbəxində xırdalanmış salatlar yoxdur. Gəlmədi hamısı. Onu xırdalayıb, ona nəsə əlavə edib dad vermək lazımdır ki, o yeyilsin. Və yaxud Azərbaycanda meyvə kokteyllər var idi, meyvə dadlı idi. Adam Aliyari gəlib bura 17-ci əsrdə, buradan Qoştinya səfirə, özü səfirdir, yazır ki, krala ki, Allah öyümü yıxsın. Burada elə yemişlər var ki, onu yeyəndə ona şəkər vurmaq lazım deyil. Başa düşürsünüz, orada da var. Amma dadı yoxdur, nəsə vurulmalıdır ki, ona görə meyvə kokteylləri yaradırlar, meyvə salatlar. Bizim ona ehtiyacımız olmayıbdır. Bir çox ölkələrdə qurd-quşu yeyirlər. Çində nəinki qaranquş, onun yuvasından da pişirirlər. Bizdə isə günahdır, onu yemək olmaz, bunu yemək olmaz. Çünki o qədər zülal verib ki, Allah Taala təbii. Biz dənizdən kürünü də sonradan öyrəndik yeməyə, balıqdan başqa bir şey dənizdən yemirdik biz. Özdə hamısına yox, bu pullu balıqdır, pulsuz. Azərbaycanlılar o qədər pula vurğundular ki, hamısı pullu balıq xoşlayırdı. Balığın da pullusunu axtarırdı. Yəni, bu məsələlərin kökü milli düşüncədən və Allahın bizə verdiyi hər zonanın ərzağının öz dadı var. Ən yaxşı ərik İrəvan əriyidir, Ağcanabad. Həmin ərik başqa dadda çox gözəl, başqa rayonlarda da yetişir. Amma yox, əriyin Ağcanabad sortu, torpağın dadı ayrıdır. Günəş başqa cür düşür.
Bakı şansının dadı yoxdur. Rayonlarımızın hamısında zəfəran olur. Bilgə zəfəranı dünyada birincidir. Günəş başqa cür düşür, torpaq daha qurudur, su yoxdur, qumsaqlıqda bitir. Torpağın və günəşin şüasının düşmə dərəcəsindən asılı olaraq dadı dəyişir. Bakıda su yoxdur, susuz yerdə əncirin də dadı şipşirindir, üzümün də dadı şipşirindir. Şirinlik daha çoxdur çünki su azdır bitkidə. Su artdıqca şirinlik azalır. Gələbəy çuğunduru əlbəttə ki, şirindir. Dəmiyə torpaqda yağış yağsa sulandı, yağmasa sulanmadı. Tozda isə mütləq sulanan torpaqda çuğundurun şəkərliyi azdır. Eyni ilə kartof, dəmiyə torpaqda yetişən kartofu dana çiğ yemir. Oraya çüşmür, sulu yerdə dana çiğ əmələ gəlir. Amma tozda dana çiğin əlindən bilmirlər nə ayarsınlar ki, kartofu qorusunlar. Amma dana çiğ də axmaq deyil, heç gübrələnmiş, ya genetik fərqlənən kartofu yeməz ömründə. O insanlardan ağıllıdır. Tahir müəllim, ömrünüzün neçənci Novruzunu qarşılayırsınız? Valla anam dediyinə görə martın 14-də mən 1958-ci ildə olmuşum. İndi 68 olmalıdır da. 68-ci Novruzu qarşılayırsınız. Novruz arzunuzu maraqlı olar. Nə arzuluyursunuz bu Novruzda? İlk növbədə çörək olsun, sağlamlıq olsun və sevdiklərimiz, valideynlərimiz, balalarımız yanımızda olsun. Başqa heç bir şey o qədər də önəmli deyil. Onların hamısını əldə eləmək, düzəltmək, hamısı mümkündür. Çox sağ olun. Can sağlığı Siz sağ olun, arzulayırıq var sizə. olun. Təşəkkür edirəm. Çox sağ olun.